Salam əzizlərim, xoş gördük hər birinizi. Bugünkü mövzumuz olacaq inteqrasiya. İnteqrasiya nədir? İnteqrasiya əlaqələndirmə deməkdir, ardıcıllıq və sistemli nəzərdə tutulur. Yəni uşaqların təfəkküründə dünyanın bütöv və bölünməz olmağıdır. İnteqrasiya əsasən fəndaxili inteqrasiya, fənlərarası və fənüstü inteqrasiya sözlərini eşidə bilərsiniz. Ancaq yadda saxlayın ki, bunlar sırf məktəb kurikulumuna aiddir. Çünki burada fəndən söhbət gedirsə, bağçadan söhbət gedə bilməz. Bağçada sırf məktəbə qədər də şaquli və üfüqi inteqrasiya əsasıdır. Həmçinin transdisiplinar inteqrasiya növü ilə də rastlaşa bilərsiniz. Qısaca hər ehtimala deyim, qeyd edin. Deməli, fənlər arası inteqrasiya nədir? Müxtəlif fənlər arasında əlaqələndirilmə deməkdir. Deməli, fənlər arası inteqrasiya nədir? Fənlər arası inteqrasiya müxtəlif fənlər arasında əlaqələndirmə deməkdir. Fən daxili inteqrasiya nədir isə sırf bir fən arasında əlaqələndirilmə deməkdir. Fən üstü inteqrasiya nədir? Fən üstü inteqrasiya mövzularda öyrənilən hər hansı bir mövzunun real həyatla əlaqələndirilməsidir. Və digər bir inteqrasiya növü olan transdisiplinar inteqrasiya, yəni fənlərin hüdudlarını aşaraq öyrənmə prosesini daha çox daha da aşır da, yəni belə deyim, sırf fənlərə uyğun olaraq real həyatdan bağlanmır. Fənin hüdudlarını aşır, real həyatdan olan problemləri falan inteqrasiya etmək. Bunlar məktəb kurikulumuna aid olduğu üçün biz şaquli və üfüqi inteqrasiyanı öyrənəcəyik. Şaquli inteqrasiya deməli, fərqli yaş qrupları eyni inkişaf sahələri arasında olur. Fərqli yaş qrupları eyni inkişaf sahələri. Misal üçün, belə deyim, pilləkənə bənzədirik. Misal üçün, 3 yaşında rəngləri öyrədirik uşağa, 4 yaşında rəng çalarlarını öyrətməyə başlayırıq. Yəni, bu formada yaş dəyişir, 3, 4, 5, 6 yaşlarında və s. və ilə axır. Ancaq sırf nəyi öyrədirik? Rəngləri öyrədirik. Yəni, dəyişiklik etmirik. Bu olacaq nə? Şaquli inteqrasiya. Daha sonra gəlir üfüqi inteqrasiya. Üfüqi inteqrasiya isə eyni vaxtda olur. Yəni, başqa yaş aralığında olmur. Eyni yaş qrupunda olur. Misal üçün, vəhşi heyvanlar ancaq müxtəlif inkişaf sahələri arasında olur. Misal üçün, vəhşi heyvanlar haqqında öyrədirik. Uşaqlara vəhşi heyvanlar haqqında öyrədirik. Başlayırıq sonra vəhşi heyvanların haqqında rəsmlər çəkməyə, müxtəlif inkişaf sahələrinə getdik hara? Təsvir incəsənətə, estetik yaradıcı inkişafa. Sonra başlayırıq uşaqlara, misal üçün, hər hansı bir heyvan haqqında şeir öyrədirik. Dəyişdi, oldu nə? İdraki inkişafına. Müxtəlif inkişaf sahələri arasında oldu mu? Ancaq eyni yaş dövründə oldusa, bu olacaq üfüqi inteqrasiya. Və əzizlərim, yadda saxlayın ki, inteqrasiyada 6 əsas açar sözləri: əlaqələndirmə, təlimin asanlaşdırılması, daha sonra məktəbəqədər yaşlı uşaqlarda uşaqların təfəkküründə dünyanın bölünməz və bütöv olması, uşaqları inkişafa və özünü inkişafa istiqamətləndirmək, məzmun komponentlərini sadədən mürəkkəbə doğru inkişafı və məzmun komponentləri arasında əlaqənin qurulması. Və burada ən çox lazım olan cümlələrdən biri də məktəbəqədər yaşlı uşaqların təfəkküründə dünyanın bütöv və bölünməz olmağıdır.